Come back. Yes, the grateful. It's Magen Tower. You will be happy to see you. You will be happy. You should go back. Chunjie Kuayla. Bahar bayramınız mübarək. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Çində Bahar bayramı özünün çox cəhətli ənənəsi ilə məşhurdur. Diqqətinizə çatdırıram ki, Azərbaycanda da baharın gəlişini təcəssüm etdirən Novruz bayramı xalqımızın ən mühüm və sevimli bayramlarından biridir. Novruz bayramı bir neçə gün davam edir. Əslində bayrama hazırlıq qışın son ayından başlayır. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə il, yəni qış ilə vidalaşır, təbiətin oyanışını bildirən baharı qarşılamağa hazırlaşır. Bayrama bir ay qalmış hər həftənin çərşənbə axşamı günü 4 gün sürər. Su, ot, torpaq və küləyə həsr olunur. Sonuncu çərşənbə axşamı axır çərşənbə də adlanır. Bu günlərin hər biri ilə bağlı inanclar, ayinlər, şeirlər və oyunlar mövcuddur. Burada Novruz ilə bağlı bir şeiri diqqətinizə çatdırmaq istəyərdim. Üçbucaq düzəldir göydə durnalar, bir tuğyan qoparır qara zurnalar. Quşlar cəhcəhi ilə gətirir bahar, gəlir bərbəzəkli bayramlar yenə. Gəlir evdən evə Novruz sovqatı, bugün maviləşir göylərin qatı. Qovuşur xoş günə insan ovqatı, tonqallar çatılır axşamlar yenə. Çəkilir uzağa şaxtalı qorxu, bahar qaranquşu gətirir sorğu. Hələ yuxudadır ağaclar çoxu, əvvəl çiçək açır badamlar yenə. Öpür hər tərəfi bahar nəfəsi, qapıda bacada quşların səsi. Açılır dostların bayram süfrəsi, yanır xonçalarda axşamlar yenə. Bayrama hazırlıq dövründə evlərdə təmizlik işləri aparılır. Səməni yetişdirilir, yumurta boyanır və şirniyyatlar bişirilir. Hər kəsə yeni paltarlar alınır. Bayram süfrəsində ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır və gizlənirlər. Sonra bayram şirniyyatı ilə doldurulmuş papaqlarını götürürlər. Axşam düşdükdən sonra küçələrdə tonqallar qalanır. Ətrafına toplananlar oynayır, xəstəliklərdən və pisliklərdən təmizlənmək üçün tonqaldan tullanırlar. Novruz bayramı günlərində bütün ölkədə konsertlər keçirilir. Bakı şəhərində əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında təşkil olunur. Həmin gün nəhəng qalanın yüksəkliyini səməni bəzəyir. Gözəl bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır. 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin sessiyası zamanı Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. 2024-cü ilin yay aylarında Azərbaycan Respublikası və Çin Xalq Respublikasının liderləri tərəfindən ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyannamə qəbul edilmişdir. Elə həmin dövrdən də Çin vətəndaşları Azərbaycan Respublikasına vizasız səfər edə bilərlər. Mən Çinli dostlarımı gözəl Azərbaycan Respublikasını yaxından görməyə dəvət edirəm. Huayin Dao Azərbaycan 2025-ci ildə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çoxlu planlar və hədəflər mövcuddur. Ən böyük hədəf Azərbaycan Respublikasının prezidentinin Çin Xalq Respublikasına gözlənilən dövlət səfərinin təşkilidir. Ölkələrimiz arasında ticarət, iqtisadi, mədəni, humanitar əlaqələr daha da inkişaf edir. Xalqlarımız arasında təmaslar asanlaşdırılır. Mən əminəm ki, 2025-ci il Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf etdirilməsinin şahidi olacaq. Bahar bayramı münasibəti ilə dost Çin xalqına ən xoş arzularımı çatdırır, bayramın hər evə, hər ailəyə xoş ovqat və sevinç gətirməsini arzu edir.